təyyarə zərrəsi kimi sürətli, çelik kimi möhkəm, dəmir yumruq hər an ölkəmizin müdafiəsi üçün hazırdır. İndi onun nə olduğunu, niyə vacib olduğunu və necə işlədiyini bir dəqiqədən çox olmayan, lakin dərindən başa düşəcəyiniz şəkildə izah edəcəyəm. Dəmir yumruq həmişə hazır. Bu videoda biz onun əsas prinsiplərini, rolunu və strateji əhəmiyyətini izah edəcəyik, həmçinin istifadəsinin dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə necə töhfə verdiyini praktik nümunələrlə göstərməyə çalışacağıq. Başlarkən bir şey açıq deyim, burada heç bir yalan və ya əsassız məlumat olmayacaq, bütün fikirlər ümumi prinsiplərə və açıq mənbələrin təqdim edə biləcəyi məntiqə əsaslanır. Dəmir yumruq adlandırdığımız anlayış adətən ölkənin kritik müdafiə elementlərindən ibarət olan, sürətli qərar vermə, çevik reaksiya və yüksək manevr qabiliyyətinə malik vahid və ya sistemlər toplusunu ifadə edir. O həm hərbi, həm də mülki müdafiə kontekstində fəaliyyət göstərə bilər və əsas məqsədi təhlükəyə dərhal və effektiv cavab verməkdir. Videonun ilk hissəsində biz dəmir yumruğun strukturunu müzakirə edəcəyik, komanda hazırlığı və təlimlər, texniki imkanlar və avadanlıq standartları, kəşfiyyatın və informasiya mübadiləsinin rolu, eləcə də komandanın qərar vermə sürətini artıran idarəetmə prosedurları kimi elementlər. Hər bir komponent özlüyündə vacibdir. Amma güclü bir sistem üçün bu elementlərin sinxronizasiyası və təkrarlanan təlimlər nəticəsində yaranan refleks reaksiya ən dəyərlisi sayılır. Bu videoda nümunə üçün konkret modellər və ya istehsalçı adları verməyəcəyik, məqsəd prinsipləri göstərməkdir. Bir dəmir yumruq vahidi sürətli kəşfiyyat məlumatlarını real vaxtda əldə edib analiz edir, qərarı qısa vaxtda formalaşdırır və əməliyyatı icra edən qüvvələrə təhlükəsiz və effektiv yol xəritəsi təqdim edir. Növbəti hissədə taktiki yanaşmalara nəzər salacağıq. Dəmir yumruq çevik manevr və etibarlı rabitə vasitələri üzərində qurulur. Şəbəkə əsaslı komandirlik sistemi, təhlükəsiz məlumat ötürülməsi və avtomatlaşdırılmış istiqamətləndirmə alqoritmləri kimi elementlər komandanın reaksiya müddətini azaltmağa kömək edir. Bundan başqa, inteqrasiya edilmiş müdafiə tədbirləri, hava və raket hücumlarına qarşı çox qatlı müdafiə, elektronlu kəşfiyyat və əks kəşfiyyat imkanları, həmçinin dron və loitering munitions kimi yeni nəsil sistemlərin harmoniyası dəmir yumruğun effektivliyini artırır. Videonun bu bölümündə həmçinin idarəetmənin insan faktoru üzərinə diqqət yetirəcəyik. Yüksək stresli şəraitdə qərar vermə, komandir və operatorların treyninqləri, psixoloji hazırlıq və komandalar arasında etibarın önəmi. Texnologiya nə qədər inkişaf etsə də, qərarları verən və əmri icra edən insanlardır. Ona görə təlimlər real həyat ssenarilərinə uyğun və davamlı olmalıdır. Ardınca dəmir yumruğun təktiki üstünlüklərini gündəlik əməliyyat nümunələri ilə izah edəcəyik. Təcili müdaxilə tələb edən vəziyyətlərdə sürətli kəşfiyyat və lokalizasiya, dəqiq nişanlama və öncədən planlaşdırılmış əks addımların tətbiqi sayəsində təhlükənin sıfırlanmasına necə nail olunması. Burada diqqət etməliyik ki, hər bir əməliyyat qanunlara və beynəlxalq normalara uyğun olmalıdır, müdafiə fəaliyyətləri mülki əhalinin təhlükəsizliyini təmin etməlidir və lazımsız zərərdən çəkinməlidir. Daha sonra texnologiyanın rolu, şəbəkə əlaqələri, real vaxt sensorları və dronlar dəmir yumruğun gözləri və qulaqlarıdır. Onlar məlumatı toplayır, emal edir və komandirlərə təqdim edir. Burada önəmli məqam məlumatın dürüstlüyüdür. Yanlış və ya manipulyasiya edilmiş məlumat sistemin etibarlılığını sarsıda bilər, ona görə də məlumatın mənbəyi və emalı üçün güclü autentikasiya və kriptoqrafik tədbirlər tələb olunur. Videonun tətbiqi hissəsində biz bir neçə praktik məsləhət verəcəyik, təlimlərin davamlı olması, avadanlığın vaxtında texniki baxımdan keçirilməsi, kiber təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi və mülki mərhələlərin koordinasiyası ki, yəni müdafiə strukturlarından təcili yardım və yerli rəhbərliyin əməkdaşlığı. Dəmir yumruğun effektiv olması üçün resursların düzgün prioritetləşdirilməsi, yedəkləmə sistemləri və qərarvermə proseslərinin sınaqdan keçirilməsi vacibdir. Videoda həmçinin müasir savaş mühitində etik və hüquqi məsuliyyətlərə də toxunulacaq. Mülki obyektlərin qorunması, qanuni çatışma normalarına riayət və böhran kommunikasiya strategiyaları, ictimaiyyətə düzgün və vaxtında məlumat verilməsi panika riskini azaldır və müdafiə əməliyyatlarının legitimliyini təmin edir. Növbəti bölümdə biz dəmir yumruğun inkişaf perspektivlərinə baxacağıq,
Avtomatlaşma, süni intellektin qərar vermə proseslərində dəstək rolu, həmçinin yeni nəsil sensorlar və kommunikasiya vasitələri sistemin reaksiya sürətini və doğruluğunu daha da artıracaq. Lakin bu texnoloji inkişaflar insan nəzarətinin və etik çərçivənin əhəmiyyətini azaltmamalıdır. Avtomatlaşdırılmış sistemlər yalnız qərar qəbuluna yardım etməlidir, insan nəzarəti və məsuliyyəti həmişə qalmalıdır. Videonun sonunda biz dəmir yumruğun strateji əhəmiyyətini xilas edəcəyi, miqyaslı və texniki detallarından asılı olmayaraq belə bir sistemin əsas məqsədi vətən və vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Bunun üçün səmərəli koordinasiya, şəffaflıq, etik prinsip və davamlı təlimlər tələb olunur. Son olaraq izləyicilərə praktik tövsiyələr verəcəyəm. Vətənpərvər vətəndaş kimi hər kəsin edə biləcəyi kiçik lakin vacib addımlar. Rəsmi xəbər kanallarını izləmək, fövqəladə vəziyyət təlimatlarını əməl etmək və yaxınlarına təcili yardım planı barədə məlumat vermək. Video boyunca izah etdiyim bütün məqamlar ümumi prinsiplərə əsaslanır və müəyyən hərbi sistemlərə və ya gizli detallara dair iddialar ehtiva etmir, məqsəd anlayışı və strateji baxış formalaşdırmaqdır. Əgər siz bu mövzunu daha dərindən öyrənmək istəyirsinizsə, gələcək videolarda biz xüsusi texnologiyaları, real təlim ssenarilərini və müdafiə sənayesinin innovasiyalarını ayrıca faktlara əsaslanaraq təhlil edə bilərik. Videonun sonunda xahiş edirəm kanala abunə olun, bu videonu bəyənib paylaşın və şərhlərdə hansı mövzuları daha dərindən işıqlandırmağımı istədiyinizi yazın. Abunəlik bizə daha yaxşı və daha doğru məzmun hazırlamağa kömək edir. Zəhmət olmasa abunə olun ki, gələcəkdə daha çox faydalı və həqiqətə uyğun video hazırlaya bilim.